Salam. Aprel ayında Çin avtomobil bazarında yaşanan bir sıra maraqlı və enqilabi yenilikləri sizə göstərmək üçün Volt Media kanalında yeni daycistə gəldik. 2 ildən bir Çində keçirilən Avto Şanxay 2025 sərgisi 1000-ə yaxın yerli və beynəlxalq sərgi iştirakçısını cəlb edərək miqyasına görə yeni rekorda imza atıb. Sərginin səs-küylü premyeralarından biri çoxdan gözlənilən Aito M8 və ya Ceres M8 avtomobili oldu. Satışlar başlayandan dərhal sonra hitə çevrilən Aito M8 crossoveri 4 gün ərzində 50.000-dən çox alıcı tapdı. Sözü gedən model ardıcıl hibriddir. O 161 at gücü hasil edən 1,5 litrlik turbo mühərriklə təchiz edilib və o akkumulatoru doldurmaq üçün generator kimi fəaliyyət göstərir. Aito M8 Huawei platformasında qurulmuş avtomobildir və 2 versiyada mövcuddur: 6 və 5 yerlik. Paketə Huawei ADS sistemi, adaptiv askı və ağıllı sürücü yardım sistemi daxildir. Aito, IT nəhəngi Huawei və Ceres konserninin birgə məhsuludur. M8 yüksək tutumlu akkumulatora malikdir. Batareya 310 km qədər elektrik məsafəsi və 1526 km qədər ümumi məsafəni təmin edir. Aito Ceres M8 Lisan L8 və L9-a birbaşa rəqib kimi çıxış edir. Şanxay 2025'in digər yenilikçisi Jetour markası oldu. O, 3 modelin debütünü keçirdi. Şirkət Zhongyan subrendi altında 2 fərqli versiyada super aqressiv G700 SUV-sini təqdim etdi. Məlumata görə G700-ün bu ilin sentyabrında satışa çıxarılması planlaşdırılır. Zhongyan F700 modeli isə pick-updır. Marka bu segmentdə debüt edir. F700-ün 2026-cı ilin yanvarında buraxılması gözlənilir. Göstərilən 3-cü model G900 öz növbəsində amfibiya tipli avtomobildir və bu SUV təbii ki, məşhur Yangwang U8 avtomobillə bir rəqib kimi qələmə verilir. Bununla belə yeni enerji vasitələrinin üstünlük təşkil etdiyi səs-küylü sərgi salonları arasında bir neçə görkəmli avtomobil markası nəzərə çarpacaq dərəcədə yox idi və bu qlobal avtomobil landşaftında potensial dəyişikliklərin siqnalını verirdi. Məsələn, Maserati, Lamborghini, Rolls-Royce, Bentley və Porsche kimi lüks Avropa markaları bu sərgiyə qatılmadı. Lakin əksər böyük dünya brendləri yenilik nümayiş etdirməyə çalışdı. Çin markaları isə burada hökmranlıq etsələr də bir neçə məşhurlaşan startaplar çətinliklər ucbatından şouda görünmədi. Hi-Fi və Neta-da daxil olmaqla maliyyə çətinlikləri ilə üzləşən bir neçə Çin EV startapı şouda iştirak etmədi. Hər iki şirkət bu yaxınlarda əhəmiyyətli əməliyyat problemləri ilə üzləşdi. Hi-Fi iflas proseduruna daxil olur. Neta isə borc məsələləri ilə məşğul olur. Onların yerinə Xiaomi, Stellantis tərəfindən dəstəklənən Leapmotor və Huawei-in Himo markaları kimi yeni oyunçular Çin avtomobil innovasiyaları ilə diqqəti çəkdi. Çində dramatik uçurumdan sağ çıxdıqdan aylar sonra sürücü yeni Xiaomi avtomobili aldı və bu dəhşətli hadisədən sonra markaya güclü inamı ifadə etdi. Sahibinin və ailəsinin iştirak etdiyi qəza təəccüblü dərəcədə minimal xəsarətlərlə yekunlaşdı. Qəzanı xatırlayan ev sahibinin həyat yoldaşı Wang Yu dəhşətli anları təsvir etdi. Qəzadan əvvəl əri avtomobili idarə edirdi. O isə arxada təhlükəsizlik kəmərini taxıb və 2 yaşlarımlıq qızını qucağında saxlayırdı. Maşın uçuruma düşüb ağaca dəyir. Zərbənin nəticəsində uşaq anasının əlindən uçaraq xoşbəxtlikdən açılmış hava yastıqlar tərəfindən tutulur və alında sadəcə kiçik bir kəsi ilə ciddi zədədən xilas olunur. Qəzadan sonra avtomobilin müayinəsi ciddi struktur möhkəmliyini ortaya qoydu. Hesabatlar göstərir ki, avtomobilin çərçivəsi şiddətli enişə baxmayaraq əsasən toxunulmaz qalıb. Bundan əlavə, sürücünün qapısı qəzadan sonra da normal şəkildə açıla bilirdi və hətta arxa qapının pəncərə mexanizmi işlək vəziyyətdə qalıb və şüşənin aşağı salınmasına şərait yaradıb. İndi də sahibi həyati təhlükəsi olan hadisə zamanı avtomobilin təhlükəsizlik göstəricilərinin bu qədər müsbət təəssüratı verdiyi üçün növbəti avtomobil olaraq da Xiaomi SU7 Max modelini seçdi. Qayıdaq Şanxay sərgisinə. BYD-nin sub-brendi Yangwang avtoşouda lüks SUV segmentində yeni rəqibini təqdim etdi. U8 Luxury Edition'ın bazasında qurulan U8L uzadılmış təkər bazası, yeni 6 yerli konfigurasiya və təkmilləşdirilmiş dəbdəbəli təyinatla ultra premium bazarda müəyyən edilmiş oyunçulara meydan oxumağa məqsədi daşıyır. Ən əhəmiyyətli dəyişiklik U8L-in artan ölçüləridir. Ümumi uzunluğu 5400 mm, eni 2049 mm, hündürlüyü 1921 mm təşkil edir. Ölçüdəki bu əhəmiyyətli artım
Xüsusilə ikinci sütunun arxasındakı uzanmış hissədə 3-cü sıradakı sərnişinlər üçün daha çox rahatlıq vəd edir. Yang Wang qeyd edir ki, 108L-in uzunluğu Range Rover və hətta Rolls-Royce Cullinan kimi rəqibləri üstələyir. Texnologiyada isə 108L God's IA sürücüyə qabaqcıl yardım sistemini təqdim edir. 3 lidar sayəsində avtopilotda avtomagistral və şəhər naviqasiyası, avtomatlaşdırılmış parkinq, uzaqdan parkinq və i4 parkinq sistemi kimi funksiyaları dəstəkləyir. Modeldə 2 turbo mühərrik 880 kW-lıq, yəni 1180 at gücü və 1280 Nm fırlanma anı olan 4 elektrik mühərriyinə güc verən generator kimi çıxış edir. Yang Wang 108L-i mövcud 108-ə üst bir model kimi təqdim edir. Xüsusilə də hazırda Mercedes-Benz GLS kimi markaların üstünlük təşkil etdiyi böyük lüks SUV bazarının sürücü tərəfindən idarə etdiyi və ailə yönümlü segmentlərini hədəfləyir. Yang Wang 108L-in bu ilin sonunda Çində satışa çıxarılacağı gözlənilir. Qiymət təfərrüatları da hələ ki açıqlanmır. Zeekr isə Şanxayda özünün ilk hibrid modeli olan Zeekr 9X SUV-sini təqdim etdi. İstehsalçı iddia edir ki, yeni model hibrid avtomobil üçün ən böyük sırf elektrik diapazonunu təmin edir və təmiz elektrik enerjisi ilə 380 km qədər məsafə qət edə bilir. Avtomobildə 2 elektrik mühərrik var. Öndə 290 kW-lıq, arxada isə 370 kW-lıq gücdədir. Akkumulyatorları dolduran 2 litrlik benzin mühərriyinin gücü 205 kW-dır. Beləliklə elektrik qurğunun ümumi gücü 865 kW-a, yəni 1176 at gücünə çatır. İstehsalçı deyir ki, bu cür elektrik aqreqatı böyük avtomobilə 3 saniyədən az vaxt ərzində saatda 100 km sürətlənməyə imkan verir. Yolsuzluq avtomobilinin maksimal sürəti isə saatda 240 km təşkil edir. Yeni model bu ilin 3-cü rübündə satışa çıxarılacaq. Zeekr 9X modelinin elektronikası Tor prosesorları üzərində qurulmuş sistem tərəfindən idarə olunur və L3, yəni 3-cü səviyyəli avtonom idarə etməyə imkan verən hesablama gücünü təmin edir. Şanxayda geniş təmsil olunan yolsuzluq avtomobilləri segmentində Dongfeng da yeniliyini göstərir. Warrior M817 hərbi səviyyəli mühəndisliyi, ağıllı texnologiya ilə mükəmməl birləşdirir və Huawei-in Qianqing ADS 4.0 ağıllı idarə etmə sistemi ilə təchiz edilmiş ilk lüks elektrik yolsuzluq avtomobillərindən birinə çevrilir. Avtomobil hər tərəfdən futuristik döyüş zirehini xatırladan möhkəm, şişirdilmiş eksteryer dizaynına malikdir. Elektrokar kimi M817 fərqli gündüz işıqlarına, barmaqlıq işıqlandırmasına və işıqlandırılan loqoya malikdir. Damda onun qabaqcıl avtonom idarə etmə imkanlarını nümayiş etdirən 3 lidar sensoru quraşdırılıb. M817 həm şəhər, həm də yolsuzluq versiyalarında azot amortizatorları, sökülməyə qarşı təkərlər və çətin relyefdə gücləndirilmiş performans üçün off-road təkərləri ilə təchiz edilmiş yolsuzluq variantı ilə də təqdim ediləcək. Batareya nəhəngi Katl 3 yeniliyi nümayiş etdirdi. Çinin akkumulyator istehsalçısı Contemporary Amperex Technology Co. Limited, yəni Katl, apreldə keçirilən tədbirdə təmiz elektrik və hibrid avtomobillər arasında rəqabət mühitini potensial olaraq yenidən formalaşdıran 3 akkumulyator texnologiyasını təqdim etdi. Katlın ilk yeniliyi FreeVoy Dual Power batareyası olub. O 2 nüvəli arxitekturaya malikdir və bu, bir şarjla 1500 km-dən çox maksimum diapazonu təmin edir. Bu, sırf elektrik avtomobillərini hibrid modellərlə birbaşa rəqabət etməyə mövqələndirən bir mərhələdir. Bu texnologiya bizim elektrikli avtomobillərin diapazon məhdudiyyətlərinə yanaşma tərzimizdə əsaslı dəyişikliyi təmsil edir. 2 fərqli batareya texnologiyasını bir paketdə birləşdirərək biz həm yüksək güc performansını, həm də geniş diapazon imkanlarını optimallaşdıra bildik, deyə Katl nümayəndəsi izah etdi. Katl həmçinin ikinci nəsil Shenzhen Superfast Charging batareyasını təqdim etdi. Yeni batareya 800 km məsafə təklif edir və maksimum doldurma gücü 1.3 megawattdan çox olan 12G-yə yaxınlaşan pik doldurma sürətinə malikdir. Praktiki baxımdan bu saniyədə 2 km yarım üçün enerji yığımı əldə etmək deməkdir. Bu da sürücülərə uyğun megawatt səviyyəli doldurma stansiyalarına qoşulduqda cəmi 5 dəqiqə ərzində 520 km-dən çox məsafə əlavə etməyə imkan verir. Təəccüblüdür ki, batareya hətta çətin şəraitdə də nisbətən doldurma sürətini saxlayır. -10-da o hələ də cəmi 15 dəqiqə ərzində 5%-dən 80%-ə qədər şarj edilə bilir.
Üçüncü əsas elan Katılın bu ilin dekabrında kütləvi istehsalı planlaşdırılan və həm hibrid, həm də təmiz elektrik avtomobilləri ilə uyğun gələn natrium-ion enerji batareyası oldu. Bu natrium-ion batareyası sənayenin ən yüksək enerji sıxlığı ilə hibrid elektrik nəqliyyat vasitələrinə 200 km-dən və təmiz elektriklə işləyən nəqliyyat vasitələrinə 500 km-dən artıq məsafəyə çatmağa imkan verir. Və ən əhəmiyyətlisi, natrium-ion texnologiyası ənənəvi litium batareyaları üstələyən təhlükəsizlik performansı təklif edir. Katıl bunu çox tərəfin sıxılma, iynənin nüfuz etməsi, elektrik qazma ilə nüfuz etməsi və batareyanın mişarlanması daxil olmaqla ciddi sınaqları vasitəsilə nümayiş etdirdi. Hamısı yanğın və partlayış olmadan. Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi avtomobil istehsalçılarının avtopilot xüsusiyyətləri necə inkişaf etdirə, sınaqdan keçirə və bazara çıxara biləcəyi üçün ciddi qaydaları tətbiq etdi. Avtomobil istehsalçıları indi marketinq materiallarında avtomatik sürücülük, avtonom sürücülük, ağıllı sürücülük və ya qabaqcıl ağıllı sürücülük kimi ifadələrdən qaçmalıdırlar. Bunun əvəzinə onlar L və nömrəsi dəstəkli sürücülükdən istifadə etməli. Sürücünün nəzarəti olmadan işləyən funksiyalar, o cümlədən sürücüsüz park etmə, bir toxunuşla çağırış və uzaqdan idarəetmə funksiyaları qadağan olunacaq. Nazirlik vurğuladı ki, bu funksiyalar sürücünün hərəkətini və əməliyyat təhlükəsizliyini təmin edə bilir. Yeni avtomobillərdə avtopilot rejimində sürücünün əllərini sükandan ayıraraq gedə bilməsi müddətini 60 saniyədən çox olmamalıdır. Əks halda sistem qəza işıqlarını yandıraraq maşını yana çəkərək saxlamalıdır. Qaydalar həmçinin sürücünün monitorinq sistemlərinin deaktiv edilə bilməyəcəyini də tələb edir. Sənaye müşahidəçiləri qeyd edirlər ki, bu qaydalar 3 ölümlə nəticələnən səs-küylü insidentdən qısa müddət sonra gəlir və bu səlahiyyətləri sürətli texnoloji tərəqqidən daha çox təhlükəsizliyə üstünlük verməyə məqsəd daşıyır. Changan, Katıl və Huawei tərəfindən birgə hazırlanmış premium EV markası olan Avatar 4-cü modelini Avatar 06 orta ölçülü sedanını rəsmi olaraq təqdim etdi. Təxminən 26.300 ABŞ dollarında başlayan start qiyməti ilə avtomobil həm BEV, həm də EREV variantlarını təklif edir. Bu da Avatarın 25-30 min dollar segmentinə strateji daxil olması deməkdir. Təmiz elektrik Avatar 06 72.88 kWh tutumu olan Katıl qaynaqlı litium dəmir fosfat batareya texnologiyasına malikdir. Tək mühərrikli arxa təkərli variant 252 kW güc verir və CLTC-yə görə 650 km məsafəyə çatır. 2 mühərrikli tam ötürücülü versiya isə 600 km qədər bir qədər azaldılmış 440 kW çıxış üçün 188 kW ön mühərrik əlavə edir. EREV versiya isə 231 kW elektrik mühərriyi ilə 115 kW-lıq 1,5 litrlik turbo mühərrikli diapazon genişləndiricisini birləşdirir. Onun akkumulatoru benzin mühərriyi işə düşənə qədər 170 km təmiz elektrik sürməyi təmin edir. Ön oturacaqlar 16 nöqtəli masaj funksiyası ilə sıfır çəki texnologiyasını özündə birləşdirir. Salon ən müasir 25 dinamikli Meridian audio sistemi və Harmony OS məlumat əyləncə sisteminə malikdir. Həmçinin standart avadanlıq kimi maneələrin aşkarlanması və rəqəmsal arxa görüntü güzgüsü ilə ağıllı mühərrikli qapıları da var. Avtomobilin qabaqcıl sürücüyə yardım sistemlərinə lidar və 27 sensor cihazı daxildir. Bunların hamısı Huawei-in avtonom idarəetmə platforması üzərində çalışır. Bu həftəlik bu qədər. Çin avtomobil sənayesindən xəbərdar olmaq üçün Volt Media kanalına abunə olun.